Salam əziz izləyicilər. Bugünkü videonun məqsədi 9-cu sinif buraxılış imtahanına hazırlaşan abituriyentlər üçün writing yazma qaydalarıdır. Belə ki, writing şəkil təsvir üzrə esse yazarkən bizim bilməli olduğumuz qızıl qaydalar vardır. İlk öncə bu qızıl qaydalarla tanış olaq. Belə ki, bizim birinci əsas qızıl qaydamız birinci şəkildə kim, harda, nə edir sualını cavablandırmaqdır. Biz şəklə diqqət edirik. Şəkildə kimləri və yaxud kimi görürük? Məkanın harda olduğu və birinci şəkildə qeyd olunan hər bir detal qiymətləndirmədə çox vacibdir. Və sonuçda nə etdiklərini qeyd etmək vacibdir. İkinci qızıl qaydamız biz şəkillərin üçünü də əhatəli şəkildə təsvir etməyimizdir. Biz iki şəkli təsvir edib, məsələn, üçüncü şəklə yer vermədikdə bizə tam meyar verilməyəcəkdir. Və üç şəklin üçünü də tam şəkildə əhatə etməkdir. Bizim digər qızıl qaydamız esseyimizdə ən az bir mürəkkəb cümlənin olmasıdır. Və bir mürəkkəb cümlə, biz bilirik ki, mürəkkəb cümlə iki mübtada iki xəbər olan cümlədir və mürəkkəb cümləni qurarkən bizə bağlayıcılar so nəticə bildirir, and bağlayıcısı, because səbəb bağlayıcısı, bununla yanaşı when, while, as soon as və sair bağlayıcıların yazmağımız vacibdir. Və ən az bizim bir mürəkkəb cümləmiz olmalıdır esseydə. Bizim dördüncü qızıl qaydamız şəkillər arasında rabitəni təmin etmək üçün keçid sözlərin istifadəsidir. Keçid sözlər then, after, firstly, ilk öncə, first və yaxud sonda yazırıqsa in the end, bununla yanaşı finally sözlərimizin istifadəsidir. Digər bizim qızıl qaydamız zaman uzlaşmasına diqqət etməkdir. Əgər biz esseni indiki zamanda başlayırıqsa, hekayə bütünlüklə indiki sadə, indiki davam edici zamanda verilməlidir. Yox, əgər keçmiş zamana üstünlük veririksə və o keçmiş zamanla davam etmək vacibdir. Ancaq bir məqamı biz nəzərdə saxlamalıyıq ki, hekayəni öz adımızdan danışırıqsa, özümüzü təqdim edib, bugünkü ad, yaş və s. detalları qeyd edirik. Və bir dəfə başlayırıqsa, başımıza gələn hadisəni danışmağa, bu zaman indiki zamandan biz keçmiş zamana keçid edə bilərik. Yalnız bu halda. Bunlara diqqət edirik. Ən çox zaman olaraq indiki sadə zaman və keçmiş sadə zamana üstünlük verilir. Bu bizim qızıl qaydalarımız idi esse yazmaq üçün. Qaydalarla tanış olduq və keçək bu şəkli əsasən şəkil təsvir esseyimizi yazmağa. Mən özüm bu esseyi seçmişəm ki, əziz izləyicilər, bu esseyin cavabı toplu hissəsində, arxa hissəsində cavabı verilməmişdir. Birinci şəklə diqqət edirik və başlayırıq. Two friends were walking in the street and they saw the cat which was on the branch of the tree. Onlar ağacın üstündəki pişiyi görürlər. Hansı ki o it köməksiz idi. Pişik köməksiz idi. It was helpless. Pişikdən söhbət gedir. Və artıq biz ikinci şəkildə görürük ki, bunlar uşaqlar pişiyə kömək etmək üçün yanğın söndürəni çağırırlar. Then ikinci şəklin keçid sözümüz. They decided. Decide'dan sonra to işlənməyini bilirik. Decided to call
fireman for help. For help. Və biz rabitəni təmin etmək üçün bilirik ki, yanğın söndürənə zəng vuran kimi dərhal gəlmir və after a few moments sözünü əlavə edirik. Minutes-də yaza bilərik. After a few moments later, the fireman came and put the cat down. Və pişiyi yerə qoyur. Və sonuncu ikinci şəkli tam təsvir etdik. Sonuncu şəklə nəzər salırıq və burada uşaqların pişiyin aşağıda olduğunu və uşaqların emosiyalarına diqqət edirik. Bunları da qeyd etmək çox vacibdir. Uşaqların necə xoşbəxt olduğunu biz görürük və üçüncü şəkillə davam edirik. Sonda biz finalda yaza bilərik, in the end də yaza bilərik. In the end, the children were happy. Uşaqlar xoşbəxt idi. Və səbəb olaraq səbəb budaq cümləsi yazırıq. Because they could help the cat. Bu qədər bizim esseyimiz bitmişdir. Kanalımıza abunə olmağı və videomuzu bəyənməyi unutmayın.